Əgər bir poetik riccətlə cavab versəm, bir söz yetər Əkbər Qoşalı. Yox, illa da vəzifəmi də demək lazımsa, İbrahim İlyaslı'nın dostu deyə bilərəm. Amma belə nə bilim, indi vəzifə deyəndə siz nəyi nəzərdə tutursunuz? Vəzifə mən deyim. İndi az öncə verəcəyim suallara cavab verən şəxs. Biz buradadır. Hazırsınız, başlayaq. Buyurun. Mən sizin üçün sualları xüsusi yazmışam. Ona görə də xüsusi də oxumaq istəyirəm. Bunu çox doğru eləmisiniz. Çox sağ olun. İbrahim İlyaslı ilə dostluğunuz bu həyatın hansı fəslinə sirayət edir? Hansı fəsl sizin gözünüzdən? Qışın sükutu mu, baharın ümidləri mi, payızın tənhalığı mı, yoxsa yayın üsyanı mı? İbrahim İlyaslı da, Əkbər Qoşalı da yaz aylarında doğulublar, yaz fəslində doğulublar. Hər halda yaradan belə məsləhət bilib. Birincisi, ikincisi də yalnız bizdən asılı olmayan aktın üzərindən danışmış olmayaq. Bizim özümüz, öz yazımızda, pozumuzda, münasibətimizdə, davranışımızda hansı fəsli təcəllə etdiririk? Hər halda sualınız daha çox o ilə odaqlanıb. O mənada yenə yaz deyərdim. Çünki biz ikimiz həm də yaz kökünə mənsub olan yazmaq, yazarlıq, yazar mənsubiyyəti daşıyırıq. Bu sözün də biraz belə məlahəti, məhəbbət olsun. Həm də bilirsinizmi, yazda bir coşqunluq var, yazda ümid var, yazda qışdan sonralıq var, işıq var, ətir var. Yaz fəsillərin şahıdır. Səməd Vurğun ən gözəl qızısan sən təbiətin deyərdi. Mən elə təbiətin ya qızı, ya oğlu bölgüsü aparmadan fəsillərin ən başında gələn, ən önündə gələn bir fəsil kimi, yazın özü kimi təqdim və tərənnüm etmək istərdim. Əla. Onda siz biri başa düşürəm ki, baharın ümidləridir sizi birləşdirir. Bəli. Əla. Sizcə bir şair, yəni siz başqa bir şairin, yəni İbrahim İlyaslı'nın həyatına necə toxunuşlarda tüplədimiş bulunursunuz? Necə edə bilirsiniz? Siz bilirsinizmi, İbrahim İlyaslı da, mən də, hətta bir neçə başqa bizim şair dostumuzla Azərbaycan Texniki Universitetinin məzunlarıyıq. Toxunmaq sosial planda, məişətdə, digər əməli fəaliyyət sahələrində bəzən mənfi emosiya da doğura bilər. Amma məsələn, bizim məşğul olduğumuz baza təhsilimiz etibarilə fizikada, həndəsədə, riyaziyyatda toxunmaq həm də təmasların özünə məxsus bir gözəlliyi, bir təcəllasıdır. Məsələn, çevrəyə toxunan, dairəyə toxunan nə deyək. Bizim bir-birimizə toxunuşumuz əlbəttə poetik dünya ilə, poetik aləmlə, poeziya ilə, şeirin... Olaraq poetik toxunma. Bəli, şeirin, sənətin gözəllikləri ilə bağlıdır. İbrahim İlyaslı ilə Əkbər Qoşalının ən ortaq nöqtəsi, toxunma bir ortaq nöqtə anlamına gəlir də. Artıq bizim bölüşdüyümüz nəsə var. Toqquşduğumuz demək istəmirəm gördüyünüz kimi. O da Turan sevdasıdır. Siz bir qədər öncə yazın ümidlərindən danışdınız. Mən Turanın inamından danışmaq istəyirəm. Türk dünyasına sevdadan, sevgidən danışmaq istəyirəm. Elə bilirəm ki, bizim əsas qovuşaq nöqtəmiz də, toxunduğumuz yerdə və bir-birimizlə təmas anımız da məhz elə o ümiddir, o inamdır. İbrahim müəllimin yazmadığı, amma yaşadığı bir şeir varsa, o şeirdəki o an hansıdır? Biraz kədər qatmış olacaq söhbətinizə. İbrahim İlyaslı özü mənə bunu danışıb illər öncə. Onda mən hələ hərbi xidmətə getməmişdim. İbrahim İlyaslı dildə evlərində bir könül süfrəsində söhbət edirdik. Təbii ki, o dövrdə Azərbaycan hələ qalibiyyət qazanmamışdı. Mən bölüşürəm, bəlkə də ilk dəfədir ki, mətbuatda, televiziyada ümumiyyətcə bölüşülmüş olur. İbrahim İlyaslı dedi ki, mən şəhid xanımlarını görəndə özümün yaşadığıma, özümün evli olduğuma və xanımımın məni evdə gözləməyinə görə xəcalət çəkirəm. Məncə onu şeirə gətirmədi. Ola bilsin, həm də doğru elədi onu şeirə gətirmədi. Çünki o elə ağırlıqdır ki, şeiri də əyər, ədəbiyyatı da əyər, insanın mənəviyyatına da özünə məxsus bir qaranlıq gətirə bilər. Bunun bu qaramatı mı deyim, bu gərginliyi mi ötməsi üçün lazım olanı Azərbaycanın silahlı qüvvələri, Müzəffər Ali Başkomandanı, Dövlət Xalq Birliyi, bəli,
Bəli, bəli, çox gözəl dediniz. O iş harda və nə vaxt həll olunmalısa, orada və o şəkildə həll olundu. İbrahim İlyaslı da o gərginlikdən, o ifadəsizlikdən azad oldu deyə bilərəm. Hansı fikir, hansı duyğu sizi İbrahim müəllimlə ilk dəfə səssiz şəkildə bağlayıb? Fikir var idi, amma o bir sükut çökür, o sükut bağlayır sizi. İbrahim İlyaslı ilə Əkbər Qoşalını ilk növbədə təbii ki də etiraf elə bir Eloğluluq doğmalığı da birləşdirirdi. O Qazaxdandır, mən övünmək kimi çıxmasın Tovuzdanam. İkincisi biz ümumi Azərbaycan maraqlarından, bütöv Azərbaycan eşqindən yola, həm ədəbiyyat yoluna, həm də elə mədəniyyət yoluna, həm də yolların ən ulusuna çıxdığımızı sanırıq. Əlbəttə bundan o tərəfə də ulu dünyamız, ulu vətənimiz, Türk dünyası bizi bir qədər öncə də vurğuladıq. Bizi birləşdirən, bizi bir-birimizə yaxın eləyən, doğma qılan ən mühüm faktordur, amildir. Əgər amil sözünü Türk dünyasının yanında ifadə edərkən çox kiçik qalmırsa, amma bunların hamısını bir yerdə, yəni Türk dünyasına aşiqlər təkcə İbrahim İlyaslı, Əkbər Qoşalı deyil, Eloğulları da təkcə biz deyilik, Azərbaycan sevdalıları da təkcə biz deyilik. Bunların yanı başında bir də duyğu və düşüncələrimizin bizi apardığı dərinlik və üfüq ötəsi var. Mustafa Kemal Paşa Atatürk'ün məşhur bir sözü var. Yüksəl Türk, yüksəl, sənin üçün yüksəlmənin hüdudu yoxdur. Üfüqə yetmən azdır, üfüqün ötəsinə keçmən lazım. Yadımda qaldığı şəkli ilə deyirəm. Dərinliklə də bağlı çox sözlər danışa bilərik, amma əlbəttə Zəlimxan Yaqubun məşhur misraları yada düşür. Buna ətirli bahar, buna nəğməli yazdır, qoxlamaq istəyirik, hayıf vaxtımız azdır. Könülləri dindirən kimin çaldığı sazdır, dinləmək istəyirik, hayıf vaxtımız azdır. Ona görə də mən o az vaxtda çox mətləbləri sığdırmaq durumunda olduğumuzun fərqindəyəm. İbrahim İlyaslı ilə Əkbər Qoşalını bir-birinə yaxın qılan, səssiz danışdıran könülləri idi. Könül sizin də adınız olduğu kimi. Könül elə bir hadisədir ki, bax, göz adamı aldada bilər, qulaq adamı aldada bilər, əl adamı aldada bilər. Könül zalim adamı aldatmaz. İbrahim İlyaslı hansı duanın cavabıdır? İbrahim İlyaslının çox qəribədir, dua dediniz. İbrahim İlyaslının adı Peyğəmbər adı. Atasının adı Musa, Peyğəmbər adı, soy adı da Hacıyev. O da elə dinlə, din təsərrüfatından, dindarlıqla, inancla bağlıdır. İbrahim İlyaslı'nın bir qardaşı aşıqdır, bir qardaşı ruhaniyyatçıdır, ruhanidir. O birisi qardaşlarının fəaliyyəti haqqında o qədər də məlumatlı deyiləm. Mən biləm, biri də işıqçı olmalıydı. Elə mən onu fiziki işıqçı kimi nəzərdə tutmuram. Həm də İbrahim İlyaslı'nın doğulduğu kənd, bölgə elə idi ki, onun ruhi mənəvi qidası özündən qabaq mövcud idi. O İbrahim İlyaslı olmağa məcbur idi. Çünki ruhaniyyət yerindən Tanrının biçdiyi talih başqa adamı qardaşına aparırdı, ışığa bir başqa qardaşına aparırdı, saza bir başqa qardaşına aparırdı. Bu, o qardaşlarının həm ümumiləşdiricisi, həm də onların içindən işıq seli kimi ayrılıb çıxan olmalıydı deyə düşünürəm. İbrahim İlyaslı birisi saz çalmağı da bacarır. Bu yaşa qədər onu Göyəzən dağının ətəyində oxudan olmamışdı. Onu da bir ilkə imza atmışsınız. Oxumağı var, gözəl saz ifaçılığı var. Şeir, sənət zaten məlumdur. Bir də aşıq kimi gərdişi var, ictimai xadimliyi var, böyük bir poeziya evinin direktorudur. Elə bilirəm ki, mən İbrahim İlyaslı hansı duanın necə deyərlər, nəticəsidir desək, İbrahim İlyaslı kimi bir oğul arzulanan duanın nəticəsidir. Məhz o yer üçün idi o. Ya İbrahim İlyaslı olmalıydı, ya da olmalıydı. Şükür Allah'a ki oldu.